müasir digitallaşma, rəqəmsallaşma gələcəkdə müasir peşəsinə necə təsir göstərəcək? Yəni, bu peşənin ləğv olunmasının məsələsi varmı, yoxsa əksinə proseslə olacaq? Salam, dəyərli mühasib bələdçisi veriliş izləyiciləri, xoş gördük sizləri. Bugün sizlərlə yeni bir maraqlı mövzu üzərində qonağımızla görüşəcəyik. Ümid edirəm ki, bütün mühasibləri Azərbaycanda peşəkar mühasib sertifikatı imtahanı əldə etmək istəyən şəxslər üçün çox maraqlı cavablar tapılacaqdır. Bugünkü qonağımız Dövlət İmtahan Mərkəzinin peşəkar mühasib sertifikatı üzrə nümayəndəsi Faiq Abdullayevdir. Faiq müəllim, xoş gəlmişsiniz bugünkü verilişimizə. Dəyərli izləyicilər, bizim indiyə qədərki dönəmdə xeyli suallarımız yaranıb. Bizə də həm biz sosial şəbəkələrdə də görürük ki, mühasibləri maraqlandıran çox saylı suallar var. Çoxdandır ki, bizi gözləyirlər ki, biz bu suallara sizi dəvət eləyək və o suallara cavab tapsınlar. Əvvəla, Faiq müəllim, sizə ilk bir sual vermək istəyərdim. Bildiyimiz kimi, artıq peşəkar mühasib sertifikatı imtahanında xeyli dəyişikliklər oldu. İstər texniki baxımından, istərsə də belə deyək ki, prosesin gedişatı baxımından artıq son imtahanlarda elektrona keçmə oldu. Çox maraqlı dəyişikliklər oldu və bunlara keçməmişdən qabaq mən istərdim ki, bir sual ünvanlayım sizə. Yoldaşlar həmişə fikirləşirlər ki, görəsən bu imtahan prosesi necə gedir? Yəni, məsələn, imtahanların, sualların toplanması, sualların yoxlanması, bunlar necə gedir? Və bəzən mənə sual verirlər ki, yəni biz ora üçün, Dövlət İmtahan Mərkəzi üçün sual hazırlayıb göndərə bilərikmi? Bunun üçün hansı şərtlər var? Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzində ekspert kimi iştirak etmək üçün hansı, belə deyək ki, şərtlər var? Bunlar barədə məlumat versəz, çox gözəl olardı. Təşəkkür edirəm Radio mənim dəvətinizə görə və maraqlı sualınıza görə. Ekspert tələblərini başlasaq, deməli, ekspertlər üçün ilkin olaraq tələb 5 ildən daha yüksək bu sahədə staj olmalıdır, təcrübəsi olmalıdır. Həmçinin ya beynəlxalq azad olma hüququ verilən sertifikatlardan birinə malik olmalıdır, yaxud da ki, peşəkar mühasib sertifikatı imtahanında iştirak edib 70 baldan yuxarı nəticə göstərmiş şəxs olmalıdır. İlkin şərt budur təbii ki, tək bundan bitmir. Yəni, ilkin olaraq ekspertin sənədini qəbul etmək üçün, müraciətini qəbul etmək üçün şərtlər budur. Sonra və təbii ki, araşdırmalar aparılır Dövlət İmtahan Mərkəzi tərəfindən də. Onun təcrübəsi həqiqətən 5 ildə bir əhəmiyyətli bir təcrübədir. Həmçinin bu məlumatlar Maliyyə Nazirliyinə göndərilir, Maliyyə Nazirliyinə razılaşdırılır və onlar da eyni zamanda müvafiq araşdırma aparırlar, dəqiqləşdirilər və uyğun olduqda onlar da müsbət rəy bildirdikdə ondan sonra ekspert kimi cəlb olunur. Bundan sonra biz onlara təlim keçirik bir müddət. Həm sualların hazırlanması prosesi, həm yoxlama prosesi, bütün prosesi əhatə edən təlim keçirik. Ondan sonra ekspert kimi müqavilə bağlayır, xidmət müqavilə və ona uyğun belə də əməkdaşlığımız başlayır. Və sonra onlara uyğun sual sifariş veririk. Test bankında hansı suallara ehtiyac varsa, həmən sualları onlara bildiririk. Hansı bölməyə aid, neçə ədəd, hansı ballıq sual. Hazırlayıb göndərirlər müvafiq e-mail adresinə. E-mail adresi qorunur və oradan kənara çıxılmır o suallar. Xüsusi qorunma forması var. Sonra onlar, o sual belə deyək, çap olunur. Müəllifi qeyd olunmadan, gələn ekspert müəllifi bilmir kimin sualdır. Qapalı zonada saxlanılır və başqa 2 ekspert cəlb edirik. Həmin ekspertlər gəlir, həmin sualı yenidən ekspertiz eləyir. Orada anlaşılmayan məqamlar varsa, müvafiq düzəlişlər eləyir və test bankına qəbul olunur. Bundan sonraki proses artıq imtahandan... Məsələn, sual yazmaq istəyən yoldaşlara təşviq üçün istərdim ki, bu məqamda əgər konfidensial deyilsə, məsələn, bəlkə həvəsində olan yoldaşlar var ki, doğrudan da maraqlı suallar hazırlayıb, praktik suallar hazırlayıb. Onun belə qiyməti barədə bildirə bilərsin? Yəni ki, bəlkə məbləğ də onları cəlb edəsin ki, yəni bu sahədə gün ərzində bir məsələ hazırlasa nə qədər vəsait əldə edə bilər?
Qiymət təbii ki, komissal deyil, çünki rəsmi xidmət müqavilə olur. Orada tariflər qeyd olunur müvafiq olaraq. Balına görə, sualın balına görə müvafiq qiymətləri vardır. 1 ballıq sual 20 manat, 2 ballıq sual 40 manat, 5 ballıq sual 80 manat və 10 ballıq sual 150 manat. Bəli, 150 manat. Elə mən onu istəyirdim səsləndirək. Çünki 150 manat az məbləğ deyil. Bəli. Təbii ki, orada vergilər falan çıxılacaqdır. Ondan sonra İndi qalan məbləğ ekspertin əlinə çatan məbləğ olur. Bölünür, yaxud bölünür. Kifayət qədər, məsələn, belə də bir gün ərzində bir məsələ hazırlasa, yaxşı məsələ həlli ilə bir yerdə və s. deməli, şəxs 150 manat qazana bilər. Bəli, bəli. Çox sağ olun, məlumat üçün. Deməli, sonraki proses qalır ki, imtahandan qabaqki dövr, imtahandan təxmini 3 gün əvvəl adətən qapalı zonaya daxil olunur. Bunun üçün hər istiqamət üzrə, yəni məsəl üçün birinci mərhələdə maliyyə hesabatının beynəlxalq standartı var, kiçik və orta sahibkarlıq üçün maliyyə hesabatının beynəlxalq standartı və ictimai sektor üçün maliyyə hesabatının beynəlxalq standartı. Hər istiqamət üzrə 2 ekspert qapalı zonaya daxildir. Təbii ki, DİM-in də müvafiq əməkdaşları və orada ixtiyari kodlar komitərə verilir. O kodlar əsasında test bankından hər bölməyə aid sual gəlir. Nəticədə əvvəlcədən bunu müəyyənləşdirmək mümkün deyil ki, hansı sual düşəcək. Yəni, iştirakçılar əsas bunu bilsin. Hər hansı bir təlimlərdə bildirirlər ki, biz bilirik hansı sual düşəcək. Bu, növbəti imtahanda düşəcək. Keçmiş imtahandakı kimsə haradasa, bəlkə imtahanda daxil olanda orada yazıb götürüb və bu kimi hallara, qeyri-legal hallara yol verə bilər. Amma imtahana düşəcəyi əvvəlcədən nə DİM-in özü, əməkdaşları, rəhbərliyi, nə də kənar şəxs bilə bilməz. Və orada o suallar gəlir, həmin o 2-3 gün ərzində. Ekspertlər onu yenidən ekspertizasını həyata keçirirlər. Tam anlaşılan formaya əsas məsələ budur ki, daha anlaşılan olsun, hər kəs tərəfindən sual başa düşülsün ki, burada həqiqətən nə soruşulur. Bu hallar gətirilir və imtahandan bir gün qabaq artıq axşam saatlarında təhvil verilir. Və həmin ekspertlər oradan imtahan bitəndən sonra çıxır. Nəticədə onlardan hər hansı bir məlumat sıza bilməz. Sonraki prosesdə qeyd etdiyiniz kimi açıq tipli, yəni yazılı işlərin yoxlanması prosesi başlayır. Yazılı işlərin yoxlanması üçün ilkin olaraq etalon sual hazırlanır. Hər bir suala aid biz və Dövlət İmtahan əməkdaşı və bir ekspert iştirak edərək daha düzgün cavabı qeyd eləyir. İlk olaraq bütün ekspertlər daxil olub oradan düzgün qeyd yoxladığını göstərməlidir. Qaydaları mənimsədiyini göstərməlidir. O qaydaları mənimsəyibsə, oradan düzgün qiymət verə bilirsə, artıq yoxlama prosesinə buraxılır. Və yoxlamada da belə bir iştirakçılar arasında da fikir var ki, elə düşünürlər ki, bir şəxsin işin bir ekspert yoxlayır, ona qiymət verə bilər. Elə deyil. Orada heç bir zaman bir şəxsin işi bir ekspert tərəfindən yoxlanıla bilməz. Sualla açılır. Tam ki, birinci mərhələdə açıq sual başlayır ki, 31-ci sualdan. 31-ci sual açıldı. Bütün ekspertlər onu yoxladılar və 2 ekspert bir sualı, bir cavab vərəqini daha doğrusu 2 ekspert yoxlayır. O 2 ekspertin balı üstə düşməlidir ki, bu qəbul olunsun. Nəticədə biri hər hansı bir kənarlaşma edə bilirsə, aşkara çıxır. Belə bir kənarlaşma olursa, artıq gedir 3-cü ekspertə. Onlar arasında düzgün olanların orta balı götürülür. Və nəticədə kimsə ola bilsin ki, ilkin olaraq bir şəxsin 31-ci sualı yaxşı yazıb, həmin şəxsin bütün işlərini eyni ekspert yoxlasaydı, 32-cidə güzəştə gələ bilərdi. Yaxud da ki, əksinə 31-də görsəydi ki, yaxşı yazmayıb, 32-ni də eyni şəxs yoxlasaydı, düşünərdi ki, bu bilmir, nə tərsə yəqin təsəddüd. Belə bir fikir formalaşdıra bilərdi. Ona görə bunun qarşısı alınıb, heç bir şəxsin işi bir ekspert tərəfindən yoxlanılmır və o şəxsin kimliyi bilinmir, nə yoxlayan, nə ona yönləndirən DİM əməkdaşı. Onun kimliyini bilmir. Bir neçə şöbədən keçir, kodlaşır, başqası başqa cür kodlaşır. Belə nəticədə artıq ekspertlərlə işləyən şəxs oradakı o işin kimə aid olduğunu heç bir şəkildə müəyyənləşdirə bilmir. Bu da komissarlıq məsələləri tamamilə aradan qaldı. Çox sağ olun, Faiq müəllim, ətraflı
həm də hamımız bilirik ki, Dövlət İmtahan Mərkəzində bütün proseslər şəffaf şəkildə keçirilir. Yəni yoldaşlar da bilsinlər ki, bu proseslər necə gedir, tam şəkildə əmin olsunlar. Fakt mən növbəti bir sualımız var. Bildiyimiz kimi biz bu ilin əvvəlində bir dəfə sınav imtahanı olaraq elektron imtahanı oldu. Ondan sonra isə kağız formatında oldu. Amma artıq sonuncu imtahanlarımız artıq tam şəkildə elektron şəkildə keçildi və Dövlət İmtahan Mərkəzinin rəhbərliyinin də elan etdiyi kimi ki, 2025-ci ildən biz tam şəkildə elektronlaşmaya keçəcəyik. Yəni çox şükür buna keçildi. Və bununla bağlı istərdim ki, bir məlumat verərsiniz. Yəni Dövlət İmtahan Mərkəzi bu sistemə keçən zaman hər hansı bir çətinliklə qarşılaşdı mı? Yəni necə gedir? Tam uğurlu şəkildə başa vuruldu mu? Yəni hər hansı texniki problemlər və s. oldu mu bu sonuncu elektron imtahanlarda və yaxud da ki, narazılıq eləyənlər məsələn oldu mu? Məsələn elə yeri gəlmişən qeyd edeyim ki, bu yaxınlarda bir yoldaş qeyd elədi ki, məsələn mən dedi orada elektron şəkildə qeyd eləmişəm, yazmışam, amma elə olur ki, orada sonuncuyu sanki saxranit etmək, yəni yadda saxlamaq məsələsində ki, mən yazdığımı yadda saxlamayıb və s. belə qeyd elədik, bəs video çəkilişi olsun orada, belə məsələlər çıxır ortaya. Yəni bu barədə bir məlumat versəydiniz yaxşı olardı. Təbii ki, yeni bir proses yaradılırsa, orada müəyyən təkmilləşməli məsələlər ortaya çıxacaq. Təbii ki, bunu vaxtında təkmilləşdirmək, artıq bu təkmilləşmə sayılır, uzadılarsa, müvafiq işlər görünməzsə, bu səhv kimi qəbul oluna bilər növbəti mərhələlərdə. Mən özüm, belə deyək, IT sahəsinin mütəxəssis deyiləm. Biz əsas sualların hazırlanması prosesini belə deyək də təşkil edirik. Texniki tərəfdən bəzi təəssüf ki, iradlar olub, bildirilib və onlar nəzərə alınıb, hal-hazırda onun üzərində işləyirlər müəyyətələr. Orada siz az öncə qeyd elədiyiniz kimi müəyyən qədər donma olmuşdu və bəzən yadda saxlamaq bir qədər çətinlik yaranmışdı. Bu baxımdan çətinliklər olmuşdu. Onun üzərində işləyirlər. Düşünürəm ki, artıq sabah keçirilən imtahanda bu problemlər olmayacaq. İnşallah. Artıq o götürülüb. Deməli, Fakman, növbəti sualım bu nə ilə əlaqədardır? Bildiyimiz kimi bu sertifikat verilmə prosesi ilə bağlı bu yay aylarından bəri artıq belə deyək, aktual olan Nazirlər Kabinetinin 237 sayılı bir qərarı oldu ki, bu qərara əsasən PMS-in verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları çıxdı və bu qaydalar çıxdıqdan sonra həm ictimai sektorda, həm də kommersiya sektorunda müəyyən bir cəmiyyətdə, mühasib cəmiyyəsində belə deyək, anlaşılmazlıqlar yarandı. Xüsusən bu ictimai sektorda imtahan verən şəxslər birinci səviyyə, ikinci səviyyə məsələsində, eyni zamanda KOS və MHB-də ikinci səviyyə həm artıq elektron olaraq müraciət zamanı əvvəlkindən fərqli olaraq imtahana daxil olan şəxs, imtahanda qeyddən keçmək istəyən şəxs mütləq birinci səviyyə və ikinci səviyyəni seçməli oldu. Bu əvvəl yox idi və şəxslər var idi ki, onlar xüsusən ictimai sektorda çaşqınlıq yarandı onlarda. Məsələn, birinci səviyyəni veriblər, 35 bal alıblar və ya 50 bal alıb sonra bu ikinci verəndə kəsiliblər. Bax, onlarla bağlı bir açıqlama verə bilərsinizmi? Yəni, orada bir ciddi çaşqınlıq var məncə mühasiblər arasında. Qərarda bəli, əsas dəyişiklik nəzərdə tutulan məqamlardan da biri o idi ki, əvvəllər bildiyiniz kimi şəxs daxil olur təsəvvürən birinci mərhələyə. Birinci mərhələdə nəticəsi göstərir, tutalım ki, 40 bal. Sonra yenidən və belə düşüncə də vardı ki, elə bilirdilər ki, birinci mərhələdən keçməmiş ikinci mərhələyə daxil olmaq olmur. Belə bir proses yoxdur, bunu da bilsinlər. Yəni, istənilən mərhələyə birinci daxil olmaq mümkündür. Yəni, birinci mərhələ, ikinci mərhələ sadəcə formal olaraq addır. Kimsə istəsə, ikinci mərhələ birinci daxil olub. Əvvəl, məsələn, sonra ikinci mərhələ. Əvvəl elə bir 1 və ya 2 olaraq yazmalıdırlar. Məsələn, tam ki... Ora gələcəm. Deməli,
Bu nə problem yaradırdı? Şəxs birinci mərhələyə daxil oldu. Orada 35 bal nəticə göstərdi və sonra istəyirdi ki, 50 bal nəticə göstərib ikinci səviyyə alsın. Ona görə təkrar birinci mərhələyə daxil olurdu. Nəticə tutalım ki, biraz düzəltdi, biraz üzərində işlədi, oldu 40 bal. Sonra bir də yenə də birinci mərhələyə daxil olurdu. Burada da topladı 45 bal. Nəhayət 4-cü dəfə daxil olanda tutalım ki, 50 bal nəticəsini göstərdi. Bundan artıq başlayırdı ikinci mərhələyə daxil olmağa. İkinci mərhələdə yenə də eyni proses gedirdi. Gəlirdi, tutalım ki, nəticəsi oldu 40 bal. Və 40 bal olanda əvvəlki qayda belə idi ki, avtomatik olaraq birinci mərhələdən 3 dəfə keçmişdi. Bu şəxs 2 dəfə 35-50 arası qeyd elədiyim kimi, bir dəfə də 50 bal topladı. Nəticədə bu sertifikat birləşdirilirdi bunlara, 4 sertifikat verilirdi. Və sonra yenə də ikinci mərhələyə daxil olur, çünki buna ikinci səviyyə sertifikat lazımdır. Bu da toplayır 45 bal. Buna yenə 4 sertifikat verilir, birləşdirilir. Nəhayət 3-cü dəfə daxil olur. Bu dəfə 50 balı toplaya bilir və yenə də 4 dənə sertifikat verilirdi. Baxmayaraq ki, bu şəxs birinci mərhələyə 4 dəfə daxil olub, ikinci mərhələyə 3 dəfə daxil olub. Buna belə baxsaq riyazi 3 sertifikat verilə bilərdi. 12 sertifikat əldə edilmiş oldu. Bunun qarşısını almaq üçün qanunda müəyyən düzəlişlər olundu. Amma orada biraz anlaşılmayan hissəsi oldu. Buna görə artıq iştirakçıların da təklifləri və iradları nəzərə alınaraq imtahandan qeydiyyatdan keçmək zamanı bir seçim qoyuldu. Belə ki, yeni qərara görə bir imtahan iştirakçısı bir imtahana daxil olubsa, bir mərhələyə daxil olubsa, bir dəfə istifadə oluna bilər o sertifikat verilməsi üçün. Tutalım ki, əvvəl daxil olubdu birinci mərhələyə, orada nəticəsi olubdu 50 baldan daha yüksək. Gəldi avqust ayında bu ilki imtahanda ikinci mərhələdə topladı 35-50 arası nəticə göstərdi. O şəxsə birinci səviyyə sertifikat düşə bilərdi. Bu da onun bəzilərinə narazı olurdu ki, mən bəs əvvəlkindən 50-dən daha yüksək nəticə göstərmişəm. Buna ikinci səviyyə sertifikat düşə bilərdi. İndi isə 35-50 arası nəticə göstərmişəm. Bu ikisini niyə birləşdirib verirsiniz bizə? Mən istəyirəm ki, bu birisi mərhələdə də 50 baldan daha yüksək nəticə göstərəndə onu da birləşdirib mənə ikinci səviyyə sertifikat verəsiniz. Bundan sonra məsələlər müzakirə olunmağa başladı və o müvəffiq qərar verildi ki, seçim imkanı verilsin ki, şəxs əgər ikinci səviyyə sertifikat almağa daha önəm verirsə, qeydiyyatdan keçən zaman ikinci səviyyəni seçməlidir ki, ola bilsin əvvəldən qalmış onun ikinci səviyyə üçün digər mərhələdən nəticəsi var. Onunla birləşdirib ona ikinci səviyyə sertifikat verilsin. Və belə olanda o düşünməsin ki, 35-50 arası nəticəsi olsa o itəcək. O da qalacaq. O da birinci mərhələ üçün birinci səviyyə daha doğrusu üçün istifadə olunacaq. O da etmir. Lakin əsas onun önəm verdiyi ikinci səviyyə sertifikat olduğu üçün həmən imtahanda 50 baldan yuxarı nəticə göstərdikdə ona birinci səviyyə sertifikat verilməyəcək, o saxlanılacaq, ikinci səviyyə sertifikat verilməsi üçün istifadə olunacaq. Amma şəxs üçün ola bilsin ki, ona ilə birinci səviyyə sertifikat kifayətdir. Yerli büdcədən maliyyələşən büdcə təşkilatına işləyir, tələb olunur, hal-hazırda təcili olaraq bu sertifikat almalıdırsa, onda birinci səviyyəni seçsin ki, istəyir 50 baldan yuxarı nəticəsi də olsa, qısa zamanda digər mərhələdən də keçib birinci səviyyəni almış olsun. Amma ikinci səviyyə sertifikatı almaq istəyən şəxs yaxşı olar ki, ikinci səviyyəni seçsin. Çox sağ olun. Fərqmən, deməli, burada biz il məsələsində bir problem yoxdur da. Məsələn, tutam ki, mən 2025-ci ildə birinci mərhələnin 50 bal toplamışam, onu 2026-da ikinci mərhələni alıram və ya əksinə 2025-də 2 almışam, 2026-da 1 alsam. Hər ikisindən 50-dən yuxarı yığmışamsa, yəni bu yenə sertifikat verilir də, o da bir problem yoxdur. Bəli, verilir. Əgər o istifadə olunmayıbsa. Şəxslər olur ki, 2024-də tutalım ki, iştirak edib, orada 50 bal daha yüksək nəticə göstərib və imtahanın digər mərhələsindən də keçib, o orada da tutalım ki, 35-50 arasında nəticə göstərib, birləşdirilib, ona sertifikat verilib. Məsələn, o birləşdirmə ilə bağlı bir məktub və s. belə şeylərə ehtiyac varmı? Yəni, yoxsa sistematik gedir bu proses? Məsələn, mən tutam ki, vermişəm 2024-də almışam, məsələ, ictimai sektor birinci mərhələni. 2025-də isə
ikinci mərhələnin sertifikatını almışam, 50 baldan yuxarı yığmışam. Yəni burada bir müraciət falan ehtiyac varmı, yoxsa elə özü Yox, siz cəmi bir dəfə keçibsə, tam ki qeyd elədiyiniz kimi 2024-cü ildə birinci mərhələyə daxil olub, orada nəticə göstərib 50 bal. 2025-də də ikinci mərhələyə daxil olub, orada nəticə göstərib tam ki 35-50 arası, tam ki bir 40 bal. Ona heç bir sertifikat hal-hazırda verilməyəcək. Bunlar birləşdirmə. Əgər ikinci səviyyəni seçibsə, ona heç bir sertifikat verilməyəcək. Gözləniləcək ki, o digər mərhələdən də birinci səviyyəyə uyğun nəticə göstərsə və ki, birinci mərhələ birinci səviyyəyə uyğun göstərmişdi. O nəticə göstərsə, ondan birləşdirib veriləcək və digəri üçün də 50 baldan yuxarı da nəticə göstərilsə, ikinci səviyyə sertifikat veriləcək. Sonra Fagman, bu KOS və MHBS-yə verilmək istəyən şəxslər üçün, məsələn, əvvəl belə idi ki, deməli, birinci mərhələni tam ki MHBS-ni verirdisə, bu şəxs ikinci mərhələsini verəndə, yəni verici, qanunvericiliyi, digər, bunu verən zaman hər ikisinə eyni idi. İndi bu dəfə necə olacaq? Tutaq ki, həm KOS MHBS üzrə sertifikat alıb, həm birinci mərhələni, həm də vericini verim. İndi ikinci artıq MHBS üzrə vermək istəsə, vericini təzədən mi verməlidir? Bəli. Qeyd elədiyim kimi qərarda qeyd olunur ki, bir mərhələdən keçib bir dəfə istifadə oluna bilər. Baxmayaraq ki, imtahan eynidir. Yəni istəyir KOS olsun, istəyir MHBS olsun, ikinci mərhələsinin imtahanı eynidir. Lakin sertifikat verilməsi üçün o bir dəfə istifadə olunur. Şəxs birinci mərhələdən tutalım ki, MHBS üzrə keçibsə, nəticə göstəribsə, MHBS ilə birləşdirib veriləcək. Yenidən KOS istəyirsə, ona görə KOS üçün də yenidən vericidən, ikinci mərhələdən keçmiş olsun. Sağ olun. Fagman, sonra belə bir sualımız var. Yoldaşlar bizə yönləndirmişdilər. Deyir, məsələn, mən keçən il 24-ü 7-ci ay 2025-ci tarixdə birinci mərhələ üzrə imtahandan keçərək 60 bal toplamışam. 25-ci ildə. Bəli, demək, keçən il deyəndə bu elə 25 deyir, bəlkə də 24 yazmaq istəyib, 60 bal toplamışam. İkinci mərhələyə 3 dəfə imtahan verib və 20-si 10-cu ay 2024-cü ildə 45 bal, 21-i 12-ci ay 2020. Bu da yəqin ki, bayaq ki 2024-də, prosta 25 tutub. Keçən il deyir 60 bal alıb. Sonra deməli 3 dəfə imtahan verib. Biri 20-si 10-cu ayda 45 bal toplayıb, bir 21-i 12-ci ayda 48 bal, sonra 10-u 8-ci ayda 49 bal toplamışam. Yenidən 4-cü dəfə ikinci mərhələ imtahandan 50 plus yığsam, ikinci səviyyə sertifikat ala bilərəm, yoxsa yox? Yenidən avqust ayında ikinci mərhələ idi. İkinci mərhələdə neçə bal? Deməli, birinci mərhələ 7-ci ayda 60 bal alıb birinci mərhələdə. Bəli. Sonra 10-cu ayda bir dəfə 45 bal yığıbdı. O 24-dür o, heç. Bu da elə keçən ildə. Sonra 12-ci ayda 48 bal toplayıb. Sonra 25-ci ilin 8-ci ayda 49 bal toplayıb. İndi bir də ən sonuncu imtahan verib, bu gözləyir ki 50 bal toplasın. Bəli. İndi 50 bal yığsa əgər, ikinci səviyyə sertifikatı ala bilər, yoxsa yox? Çünki 24-ü baza elə bil 24-ü 7-ci ay götürə bilərmi o bazanı? Yəni bu ortadakılar şey oldu axı, belə deyək ki, ikincidən yığmadı yetərincə. Yəni əgər onları nəzərə alsa, o zaman bu avtomatik ala bilmir. Amma nə ilə uyğunlaşdırılacaqdır? Bax, bu ən maraqlı suallardan biri budur. Belə deyək. Orada qeyd elədiyinizdən belə başa düşdüm ki, 20 iyul 2025-də yazıb. 20 iyul 2025-də əgər düzdür yazırsa onu, o 60 baldırsa, artıq birinci səviyyə var. 25-də artıq o. Çox düşünürəm. 20 iyul keçən il. Bu elə bil ki, 24 iyulda, keçən il 24 iyulunda. Keçən il şeydir, yaxşı. Bəli, 60 bal toplayıb. Təzədən həmin 24-cü ildə 50-ni keçməyibdi. İndi başa düşdüm. 25-ci ildə isə 50-ni keçir. İndi hansı nəzərə alınacaq? Deməli, keçən il əgər o birinci səviyyə, birinci mərhələdən keçdiyi o nəticələr... Yəni 60 bal topladığı qüvvədən düşür, yoxsa yox? Çox maraqlıdır. Onun üçün ona sertifikat verilibsə düşür. Yəni onun üçün ona keçən il birinci səviyyə yaxud da ikinci səviyyə hər hansı fərq yoxdur. Sertifikat verilibsə, birləşdirilibsə... Belə təzdən girməlidir. Amma verilməyibsə... Verilməyibsə, birləşdirilib bu il verilə bilər. İndi bu, əgər imtahanda da ikinci səviyyəni seçibsə, seçimdə ikinci səviyyə eləyibsə, bu ikinci səviyyə üçün istifadə olunacaq. Amma birincidə birinci heç seçməmişdi. Zaten o vaxt seçim yox olur.
Keçən il seçim elə bir seçim yox oldu. Lakin ola bilər ki, onu birləşdirib verməmiş də ola bilərdilər. Elə bir hal vardısa keçərli olacaq. Amma verilibsə, indi onu biz burada baxıb görə biləcəyimiz bir sistem yoxdur. Böyük ehtimal verilibsə, artıq yenidən birinci mərhələyə daxil olmalı olacaq. Yenidən çox sağ ol Fagman. Belə ən maraqlı, vacib suallardan biri buydu. Bir dənə də istərdim ki, belə bir sual verim. Bildiyimiz kimi, ümumiyyətlə dünya təcrübəsində, Avropada, Amerikada, Türkiyədə bu imtahan mərkəzlərinin verdiyi imtahanlarla bağlı mütəmadi şəkildə bir jurnallar buraxılır, açıqlamalar buraxılır. Yəni, ən çox çətinlik çəkilən suallar hansılardır? Və bir növ orada bir statistika, bir analiz gedir ki, növbəti illərdə də, məsələn, bu ESC-də də var da bildiyimiz kimi, artıq hazırlaşan şəxslər nəyə diqqət etməlidirlər, necə olmalıdır, ən çox hansı suallardan çətinlik çəkir. Bu barədə Dövlət İmtahan Mərkəzi bir planı varmı, necədir bax bununla bağlı ki, yəni biraz daha da cəmiyyətimizi maarifləndirmək, mühasiblərin bu işə biraz daha da diqqətlə yanaşması üçün. Bildiyiniz kimi mən 2 ildir Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərirəm. Bu vaxt ərzində dediyiniz məqamları həll eləmək üçün, biz də mühasib olduğumuz üçün, bu proses problemlər gördüyümüz üçün dəstək olmağa çalışdıq. Canlı yayımlar keçirdik ötən ildə və daha əvvəlki ildə. Həmçinin ötən il jurnal buraxıldı. 24-cü ildə, 23-cü ildə da eyni zamanda müvafiq olaraq PMS imtahanlarına uyğun, sual formatlarına uyğun jurnal buraxıldı maarifləndirmək üçün. Bu il biraz iyul ayından sonra daha çox struktur dəyişikliklərinə Dövlət İmtahan Mərkəzinə getdiyi üçün biraz bu prosesdə biraz kənarda qalmışıq. Düşünürəm ki, yaxın vaxtlarda bir jurnal buraxmaq olar, yaxud da ki, canlı yayım formasında belə bir çəkiliş eləyə bilərik. Bu barədə bir işlə görməyə çalışacağıq. İnşallah. Bir də sonuncu sual olaraq vermək istərdim Fagman. Deməli, bildiyimiz kimi bəzən bu HR-lar cəmiyyətdə bu belə bir fikir səsləndirilir ki, bəs gedirlər şəxslər PMS sertifikatını alırlar, amma praktikada işləyə bilmirlər. Yəni, dünya təcrübəsində bildiyimiz kimi Türkiyədə 3 ildir, başqa ölkələrdə ən azı 1-3 il arasında bir, yəni ümumiyyətlə peşəkar sertifikatı imtahanına girmək üçün bir staj tələbi var. Yəni, bizdə siz necə düşünürsünüz? Yəni, elə bir ehtimal varmı ki, artıq PMS imtahanına girən şəxslərin heç olmasa 1 il stajı olsun ki, mühasib stajı olsun ki, o peşəkar mühasib sertifikatı imtahanı girə bilsin. Yəni, bildiyimiz kimi bu, bəzən elə bilirlər ki, məsələn, mən adi mühasibəm, mənə də tələb olunur. Yəni, amma bildiyimiz kimi qanunvericilikdə əsas baş mühasiblərdən bu tələb olunur, peşəkar mühasib sertifikatı. Amma bizdə biraz hər bir şey dəbləndir. Belə deyək ki, hər kəs bu günləri PMS imtahanına, yəni o əslində bu aktivlik çox gözəl bir şeydir. Evet. Yəni baş mühasibə olan da, olmayan da hamı verir. Bu bir növü yaxşı bir haldır. Amma bunun bir də mənfi tərəfi də odur ki, universitet bitirənlər də verirlər və stajı olmadan və gedirlər şirkətlərə ki, bəs mənim PMS sertifikatım var, amma bəzən 50 bal toplayırlar, amma belə deyək ki, bilmirlər ki, bu günləri bu həm baş mühasib üçün tələb olunur və onunla da bir növü belə əlində bayraq tutur ki, mən sanki onu işə götürməlidirlər deyə və bundan dolayı da sual-cavabda görürsən ki, mühasib praktik sual verir. O praktik suala cavab verməyəndə bu səfər günahı bəzən imtahandan axtarır, bəzən düzgün yanaşmalar eləmir. Bu barədə bir fikriniz maraqlı olardı bizə. Qeyd edirəm ki, praktikada sual verməkdə də bir müəyyən qüsurlar var. Kimsə öz praktikasına. Bəzən elə mühasiblərimiz elə praktiki işdə görürlər ki, qalıblar hardasa 20-30 il bundan qabaqki təcrübədə. Onları yenilikləri izləməyiblər. Düşünürlər ki, elə praktik ondan bələddir. Bu problem də var. Amma PMS imtahanları beynəlxalq mühasibət sotluq standartlarını uyğunlaşdırmış bilgiləri ölçür və eyni zamanda məcəllənin də qanunvericiliyində hazırki vəziyyətini ölçür. Ölkəmizdə bir çox sahələrdə elektronlaşma, rəqəmsallaşma getməyəsinə baxmayaraq, bəzi mühasiblərimiz hələ bu sahədə özlərini təkmilləşdirməyib. Ona görə yeni işçi götürəndə də sualları elə formada verilir ki, hal-hazırda əslində onlar keçərli deyil.
bugünkü dövrün tələblərinə uyğun deyil. Birincisi bu. İkincisi də PMS alan şəxsin o tələbələrin də imtahana daxil olmasına gəldikdə, bu mərhələli şəkil ölkənin hazırki vəziyyətini nəzərə almalıyıq. Hal-hazırda bu proqramın əhatə elədiyi hansı ki iri və orta sahibkarlar nəzərdə tutulmur, iri sahibkarlıq subyektləri və ictimai əhəmiyyətli qurumlar. Bildiyiniz kimi, sizin də təşkilatçılığınızdan yaxın vaxtlarda simpozium təşkil olundu və orada Türk dövlətlərin əməkdaşları iştirak elədilər və buna əlaqədar olaraq biz də onların təcrübəsini müəyyən qədər araşdırdıq. Məsəl üçün, Qırğızstanda belə bir var ki, sertifikatlı mühasib, sertifikatlı peşəkar mühasib. Belə bir tətbiqlər var. Məsəl üçün, hələ ondan da əvvəli var, texniki mühasib. 300 sertifikatlaşma var onlarda. Məsələn, siz dediyinizdə gələcəkdə ola bilər ki, Azərbaycanda da tətbiq eləmək olsun ki, məsələn, tələbələrə sadəcə olaraq sertifikatlı mühasib kimi deyilə bilər. Amma müəyyən təcrübəsi olan şəxslərə peşəkar sertifikatlı mühasib demək olar, peşəkar mühasib demək olar, belə. Ola bilər. Amma hazır bugünkü gündə hələ bu səviyyə çatdırmaq, yəni bu qədər hələ maliyyə hesabatlarının beynəlxalq standartına ilkin olaraq tanışlıq və müəyyən bilgilərə malik olmağı hələ ki nəzərdə tutulur. İlk 5 illikdə nəzərdə tutulsa da 5 illik bitib, artıq bu 5 il tamam oldu ki, peşəkar mühasib sertifikat imtahanları keçirilir. Buna baxmayaraq hələ həmən imtahanı əhatə edən şəxslər hər biri imtahana daxil olmayıb. Bu baxımdan təxirə salınır, müəyyən qədər proseslər yubanır. Əgər onlar daxil olub öz nəticələrini bugünkü tələblərə uyğunlaşdırsaydı, artıq növbəti mərhələdə yeni təkmilləşmə, artıq qeyd elədiyiniz məqamlar gündəmə daha tez gələ bilərdi. Fagman, bir maraqlı sualım da var. Bu günləri cəmiyyətdə belə bir məsələ var. Hətta bugün bir tələbəmizlə qarşılaşmışıq. Deməli, adam başqa sektordadır və mühasibatlıq üzrə çox yüksək kapasitəsi olan şəxslərdən biridir. Sektoru ümumiyyətlə aid olmayan bir sektorda işləyir və mühasibatlıq sahəsinə keçməkdə qorxusunu ifadə elədi. Dedi ki, deyirlər ki, bəs süni intellekt gələcəkdə mühasibatlıq peşəsini aradan qaldıracaq və mən bunun gələcəyindən qorxuram. Onunla bağlı belə bir cəmiyyətdə çaşqınlıq var ki, yəni görəsən doğrudan da belə mi olacaq? Yəni bizim də artıq təcrübədə bilirik. Tarixən əgər bir elmi texniki yenilik olanda, ixtisar baş verəndə o 50% ixtisar gedirsə, 60-70% yeni sahələr ortaya çıxır. Yəni siz necə düşünürsünüz? Bu süni intellektə keçmək, müasir digitallaşma, rəqəmsallaşma gələcəkdə mühasib peşəsinə necə təsir göstərəcək? Yəni bu peşənin ləğv olunmasının məsələsi varmı, yoxsa əksinə proseslə olacaq? Sağ olun. Bugünkü ayın aktual mövzulardan biridir, deməli. Mən düşünürəm ki, müsbət təsiri olacaq. Necə ki, vaxtilə hesablama texnikası, yəni kalkulator necə icad olunursa, bu da onun kimi bir prosesdir. Operator işlərini aradan qaldıracaq, təbii ki. Təbii ki, bir mütəxəssisin, bir universitet bitirmiş şəxsin operator işlərini aparması, bankda olan əməliyyatları proqrama yüklə, elektron qaymədəki məlumatları proqrama yüklə. Bu kimi işlər icra edilməsi biraz xoş deyil, arzu olunan deyil. Bu kimi işləri təbii ki, avtomatlaşdıracaq. Bu da mühasibin işini daha asanlaşdıracaq, vaxtında hesabatlığının təmin olunmasına və idarə etmənin daha optimal aparmasına zəmin yaradacaqdır. Lakin cəmiyyətdə təəssüf ki, bəzi hətta rəhbər şəxslər olur ki, mühasibatlıq peşəsinin ləğv olunacağını deyirlər. Həmin şəxslərin bir çoxunu analiz eləmişəm, onlar heç mühasibatlıqdan anlayışları yoxdur. O şəxslərin mühasibatlığa rəy verməyə bir qabiliyyətləri yoxdur. Hətta nəzərə etmişəm, aidi kreditor borcu barədə düzgün məlumatı əldə edə bilmir. Ən minimal, yəni mühasibatlığın ən minimal tələbi budur ki, bir şəxsə borclu olduğu şəxs, yəni debitor kreditorunu ən azı bilməlidir. Bu məlumata məlik olmayan şəxs mühasibatlığın ləğv olunacağını deyir, rəqəmsallıqdan danışır, süni intellektdən danışır. Düşünürəm ki, burada bir sərhəd olmalıdır.
müvafiq dövlət orqanlarının nəsə bir limit olmalıdır ki, kim nə haqqında danışa bilər. Yəni xüsusilə ziyalılardan, rəhbərlərdən gedir ki, onlar cəmiyyətə təsir elə bilirlər. Şəxslər az öncə qeyd etdiyiniz kimi onun karyerasına təsir elə bilir onun dediyi hər hansı bir fikir. Belə bir proses gözlənilmir. Mühasibatlıq sahəsi get-gedə daha da genişlənir. Bütün dünyada bu peşəkar mühasib sertifikat imtahanları keçirilir. Bütün dünyada sertifikatlaşma get-gedə daha da geniş belə deyək yer alır. Ona görə belə bir düşüncə da heç kim olmaq lazım deyil. Təbii ki, süni intellektin və rəqəmsallaşmanın istifadə eləməyi bacarmalıdırlar ki, gələcəkdə həmən operator işlərini görəcək mühasib artıq ehtiyac olmayacaq. Onları həmən o texnologiya görəcək. Onlarla işləməyi bacarmalıdır. Bu baxımdan özəl. Çox gözəl qeyd elədiniz Fagman. Sizin sözlü qüvvət olaraq mən də əlavə eləmək istəyirəm. Və bugün ola bilsin ki, hesabat hazırlama prosesində operativ hissə olaraq süni intellekt proqramlar çox şey yerinə yetirə bilər. Hətta bugün məsələn proqramlar o səviyyəyə çatıb ki, biz belə deyək proqrama sorğu şəklində də sözlə deyəndə ki, mənə filan dövrdən filan dövrə qədər mənfəət zərəri çıxart, bu hesabatı çıxart. Bugün proqramlarda bu artıq tətbiq olunur. Amma bu o demək deyil ki, bu mühasib peşəsini aradan qaldıracaqdır və nəzərə alsaq ki, bəli, bunun analiz tərəfi var, bunu izah edən olmalıdır. Sahibkar o hesabatları sadəcə belə baxıb anlaya bilmir və bizim Azərbaycanda sahibkarlıq biz segmentində baxda görürük ki, ümumiyyətlə bizdə sahibkarlar maliyyə anlayışları çox azdır. Hələ biz o mərhələdəyik ki, bizim mühasib olaraq o sahibkarlarımıza maliyyə anlayışlarını anlatmalıyıq. Onlara baş salmalıyıq ki, maliyyəni bilmədən şirkət hansı proseslərlə qarşılaşa bilər. Üstəgələk də bir əlavə vergi qanunvericiliyi hər il dəyişir. Bu işin elə bir yarısı maliyyədir, yarısı vergidir. Bu dəyişmə prosesini heç vaxtı süni intellekt tərkib edə bilməz və bunu bacara da bilməz. Biz süni intellektlə bağlı sual veririk bəzən vergi ilə bağlı. Görürsən ki, süni intellekt ona cavab verə bilmir. Bu onu göstərir ki, yəni o hissənin belə də süni intellektə tabe ola bilməz. Odur ki, narahat olmasınlar mühasiblər və vergi qanunvericiliyində daha yaxşı öyrənsin, onun tətbiqatına diqqət eləsinlər. Çox sağ olun Fakir müəllim. Bir maraqlı sual da var Fakir müəllim. Bildiyimiz kimi əvvəlki ildə, yəni keçən il imtahanın başlanması ilə bağlı bəzi narazılıqlar oldu. Çünki mühasiblər bilmədilər ki, hansı ayda başlayacaqdır və aprel ayında gözləndiyi halda gəlib hətta sentyabra qədər çəkdi. Bu ilki bilmirsiniz, yəni bu il necə gözlənilir? Yəni imtahan 2026-cı ildə nə vaxt olacaq? Yəni təxmini bir vaxt. Çünki hazırlaşmaqla bağlı baxırsınız ki, mühasiblər arasında çaşqınlıq yaranır. Aprel ayına hazırlaşırlar, görürsən ki, yay gəlir, hətta sentyabra qədər çəkdi. Bu da əlbəttə ki, həm kurslarda müəllimlərin hazırlaşmasını, planlaşmasını çətinlik yaradır, həmçində tələbələr arasında çaşqınlıq yaradır, öğrencilər arasında. Bu barədə yəni bir məlumat olsaydı yaxşı olardı. Tam dəqiq vaxtı bəlli olmasa da, hal-hazırda yanvar ayında bu məsələlər müzakirə olunur və qərar verilir. Çünki hər il Dövlət İmtahan Mərkəzində imtahanlar artır, yeni imtahanlar meydana gəlir. Ona görə boşluq imtahan vaxtlarını müəyyənləşdirməkdə o üstə düşmək məsələləri ola bilər. Buna görə yanvar ayında müzakirə olunur, yenidən qərara verilir. Böyük ehtimal aprel-may ayında olacaqdır. Gecikmə üçün hər hansı bir səbəb görmürük. Çox sağ olun. Bir dənə də sualım bu, deməli, ədəbiyyatlarla bağlı. Bildiyimiz kimi artıq məsələn imtahana 2020-ci illərdən başlansa da ilk vaxtlar bununla bağlı ədəbiyyatlar yox idi. Artıq ədəbiyyatlar da yavaş-yavaş artır. Məndə olan məlumata görə sizin də bu yaxında bir ədəbiyyatınız da artıq işıq yüzü gördü. Onlarla bağlı nə tövsiyələriniz olardı? Bəli, bu imtahan bu baxımdan çox böyük rol oldu. İlk növbədə maliyyə hesabatları, daha doğrusu maliyyə standartları Azərbaycan dilində tərcümə olundu və Maliyyə Nazirliyinin səhifəsinə yerləşdirildi. Bununla da bu sahədə mütəxəssislərimizin tədqiqat işini aparmasına zəmin yarandı. İlk başlanğıcda siz və bir çox mütəxəssislərimiz bu sahədə ədəbiyyatlar yazdı, bu tədqiqata uyğun və mən də bir müddətdir ki, bu istiqamətdə tədqiqat aparıram. Buna uyğun ədəbiyyatımız yaxın günlərdə işıq üzü gördü. Düşünürəm ki, bu sahədə çoxun
formalaşmasında öz töhfəsini verəcəkdir. Uğurlar sizə də o kitabımızın çıxdığına görə də Sağ ol. təbrik edirəm. İnşallah oxucularınızın sayı çox olsun. Təşəkkür edirəm. Belə dəyərli izləyicilər, çox gözəl bir verilişimizin sonuna çatdıq. Fakim əmsə dərin təşəkkür edirik. Təşəkkür edirəm. Həm PMS barədə suallara cavab verdiniz, həm digər aktual məsələləri müzakirə elədik və bizi izləyənlərə təşəkkür edirik və bizi izləməyi sizlərə təklif edirik və dost tanışa da mühasib bələdçi verilişini paylaşmağınızı təklif eləyərdik və beləliklə bugünkü